Pro 3-də qulaqcıqların qulağa kip oturması üzərində çoxlu işlər görülüb. 10.000 3D skan, bu skanların analizi, 100.000 saat tədqiqatlar. AirPods 4-ün təqdimatında da eyni şeyləri dedilər. Ay, başqasında yoxdur, bu ilkdir, heç kim narazı qalmayacaq. Amma bir çox AirPods 4 istifadəçiləri bundan narazıdır. Yeni AirPods Pro 3 seriyasının komplektinə 5 ölçüdə ambushurlar əlavə edilib ki, bu qulaqcıqlar hər kəsin qulağına uyğun olsun. İntensiv məqamlar zamanı tərləmə AirPods Pro 3 üçün artıq problem deyil. Çünki bu qulaqcıqlarda ilk dəfə olaraq IP56 nəmdən qorunma sistemi tətbiq olunub. Daha bir yenilik isə ürək ritminin sensorudur. Süni intellekt alqoritmi sensordan alınan məlumatları işləyib, aktivlik tətbiqi ilə tandemdə işləyir. İndi iPhone-larda olan fitness tətbiqində ancaq AirPods 3-ə lazım olan məşq proqramları peyda olacaq. Artıq Apple saatları olmadan addımlar və kalorilər AirPods Pro 3 vasitəsilə ölçüləcək. AirPods Pro 3-ün avtonomluğu da yenilənib. Qulaqcıqlar bir zaryadkada 8 saat işləyir. Eşitmə cihazı rejimində Pro 3 10 saata kimi işləyəcək. Qiyməti dəyişməz qalıb. $250. Satışlara 19 sentyabrdan start verilib. AirPods Pro 3 yenilikləri tam olaraq slayddadır. Pauzada daha ətraflı baxa bilərsiniz.